və smart ayaqqabı təmizləyicilərinin sponsorluğu ilə X bacanaqlar başladı. Anam dünən səndən yaman razılıq eləyirdi. Və deyirdi ki, deyəsən mən nakam gedəcəm bu dünyadan. Şıxəlinin yuvasına hələ bir layiqli gəlin gəlməyib. Sən də cavab qaytarmayırsan. Düz eləsən. Yəqin eşitməmişəm. Eşitmə. Hə, eşitməməyi yaxşıdır. Eşitməməzliyə vur da bəzən elə. Yaşlı adamdır, yola ver keçsin. Xoşbəxt olaq da. Bala, Hadi. bu şıxəlinin şəklini kim divardan qopardıb, apar batıb zibil yeşiyinin böyrünə? Ay? Ay, yəqin pəncərə açıq olub, skvastek olub, külək aparıb tullayıb zibilliyə da. Rəhmətliyin özü şıxəl kişi həmişə orada-burada o kapron butulkalar yığırdı, şələnən adam olubdu. Bəlkə özünün meyli çəkir zibilliyə. Ay, nə belə söhbəti görə evə söz salmada. Yaxşı. Şıxəlinin portreti evin dizaynını pozurdu. Mən çıxardıb qoymuşam kiçiyə. Hoppa. Bu hayatta doğum oldu biz bir zaman. Bizi doğum eyleyene canımızda kurban. Yaşayır ömrümüzü şen firavan. Biz mehriban bacanakları. Yeri gelse de darmeganda etibarlı sırdaşık biz sanki. Hamısan doğum aziz kardeşik biz. Biz mehriban bacanakları. Ay bacanak. Ne yaşık ki böyle bacanaklı oldu benimle. Bir işimizde birbirine dayadık. Bir yerde olanda olur hayatın acıları derdi geldi. Bir gördüğümüz her işimiz, sohbetimiz, her sözümüz mehriban bacanakları. Buna bak, bu dılgır ona bak. Sen dayan. Sen şəkili çıxardıb, babeyin şəklini asmışsan. Ay, şıxəlini bu boyda 41-45'də kəndin cəmaatı 4 il evindən çölə çıxarda bilməyiblər. İndi sən bu boyda kişinin şəklini çölə tulluyursan. Bastı da. Sen gör, bak, eşit. Ay, yaxşı da, bastı da, nə qədər olur, bir də qədər, onu sən çəksin, anamın deyil. Bir də qədər söz deyirəm. Bir dəqiqə, sən bir dılğır şəkli yeri beşiyə dağıtırsan. O şıxəli kimdir, nikto? O şəkildəki özü deyil, fotomontajdır. Orada şıxəli baba infarkt qazatda inək sağırdı. Biz orada inəyin əmcəyini yığışdırıb, qılıc qoymuşuq şıxəlinin əyindəki o kadın paltarını yığışdırıb, bəl paltar giyindirmişik. Bir fotomontajı görə beşiyə dağıtmaq, xahiş edirəm. Что это за banka? Tutuq. Həkimə gedərdik də. Ya da hər işə qarışma, tutuz Natasha. Dırjal on banka. Da Kalpasa qasını da. Ha, soyuq. Hər soyuq deyəndə həkimə getmək lazımdır. Bu həkimə gedərlər, qrijan çıxarlar. Apinsitin partlayanda həkimə gedirsən, getmirsən özləri gətirirlər. Xəstələndirdin məni Natasha, xəstələndirdin. Sana mən 1000 dəfə demişəm ki, o pəncərəni bağla. Üstüm açıq olur, sifazniyak olur, o da soyuq da. Sana girir sırası. İndi necəsə yaxşısan. Gedək babatan, gedək. O bir sevə. Sonradan mən deyim, o zoğalı mürəbbəsi versin, o yaxşıdır, zoğalı mürəbbəsi. Abbascığım, sona görər məni axı. Görsün da, ha.
Bu. Bir çok kalmıştı ki beni iş yoldaşıma kıskansın. Paramparçasan sen. Ama benim başı tut. Tutu Abbascık, tutu. Ben deyim sonraya baktığında görsün. Güzel, güzel. Gel otur benim yüreğim. Hayatım, halal olsun sana. Halal olsun. Sen ki o kavgaşlı metanet böyle sana halal olsun. Ay, keçinin emceklerinden sana sağıp verdiğim o süt halalın olsun. Söndü ne? Biraz menfişilik adamım ne dersen. Dedim Metanet, şıxalı elə belə kişi olmadı. Şıxalı zaftalı kişi olur. Şıxalı kəndə atın üstündə gələndə atın səsi şak şak, şarap şarap. Yer göz. Sakla, eşkallini Dedim Metanet, şıxalı atın üstündə kəndə gələndə hamı deyirdi şimdi qan salağına dönəcək. Bura qan su yerinə qayıyor. Şıxalı atın üstündə eşek dedi, at söhbətini öldürdük niye yani? Eşek həvəsimi öldürdünüz. niye ona demirdin ki? Bala, şıxəli dağdan yere yenədə kendin cemaati kaçıp onun elinden gizlenirdi. Bak bunu niye demirdin? Nətər demiş veren olufların cəmaatı polisə verirdi, tuttururdu, onu görə cəmaat qaçırdı. O eşek sepetini sonra öldü. Ay bunlar bir kıraqı sen bana de görüm. Sen o arvadına başa saldın mı ki bir de şıxalinin şəklinə əli dəyməsin. Ha? Bak senin bığ məsələn deyil ha. Bığ elə belə əlindən tutub bir şeylər deyim. Mən beynim söndü dedim ki... Dedim ha Metanet. Şıxalı ilə belə kişi olmayı sənin əli bir də onun şəklinə dəyməsin. Dəyməsin. Bu şekli oradan yine kim asıp? Şıxalı baba. Mən. Mama. Sözümler bilmem ne Allah. Sen çele onu ben əvvəldən şeydir. Hardan belə gəlirsiniz ha? Oradan gələk. Kapıdan ikimiz de girdik. İçeriden yeni vakti bu da girdi. Dalından ben girdim. Salam Natasha. Salam Abbas. Abbas, sona yenə bütün gecəni zınqazınq zəng elifdi. Sən gecə evdə olmamısan, de görüm harda qalmısan. Bu gece yoksa dünən gece? Dünən gecəni dedin də, demişdin ki şeydir. Rayonda yas düşmüşdü, təcili ora getdim, baş sağlığı verdin, səhərə kimi qayıtdım. Ha, ola bilər. Abbas, sualıma cavab ver. Bu günə uyğun nəsə deməli ya? Tamam. Sabahımı ver görüm mən. Aysin. Ay sağ ol, hə. Ölürdüm lan qaqa gecə. İnan ölürdüm. Da güclə deməli qızdırmam qalıb 41, 42, 43 gözləyirəm də belə. Da gördüm özümdə döləm. Halım pisdi. Getdim özümü yıxdım kravata. Arvada dedim ovxala məni. Arvad ovxala. Çaydan içir ovxalayır. Belə hanlalanı özümə gəldim ha. Hansı arvad Abbas? Xanadakı arvaddan ha. Başqa nə olmalı? Mrs. Stralda sağ olsun məni. Da özümə gəlmişəm ha. Abbascık, sen evden çıxanda da dərman atmadın. İndi gəl at da.
Xansuvar. Ay Xansuvar. Xansuvar. Hayır dur sen yatmağa gelmişsin bana dur ha. Dur. Kızı dur dur. Ha ne düzelmirsən ha? Yatmağa gelirsən bura. Ha ne işten meşgul olmuşsan ha Xansuvar? Xansuvar. Ha yatır ha bu mırıldama ayılı. Söz. O müdüriyet sözünün müsü düşmüştü. İndi dığısı da düşüyor. Riyyat kalıbdı. Onun yok. Ha bir işle meşgul ol. Bir başkan şahslarla bir iş gör. Ne vaxt gəlirəm Globsu qucaqlayıb. Qulas. Deməli bizim evdə indi avantgardın problemi çıxıb. Avantgardın nədər problemi çıxıb? Bizim ev avantgardındır, imkanlı alək. Söz onda deyil. Sadəcə olaraq Şıxəli babam ne standartını deməyim, ne avantgardın olduğu üçün onun şəkili otağa evə oturmur. Deyirəm, bəlkə bir Şıxəli babamın bir avantgardın bir şəkilini hazırlayasam. Şəkildə avantgardı qabart, şıxəlini azalt. Bəlkə bir şıxəlini bir, yəni də bu şıxəl də var. Bu avantgard bir şəkil olsun. Şıxəl də olsun şəkildə. Gizli nömrədən yığır kimsə. Alo? Hə, Ceyran xala. Ceyran xala, mən burada yoxam, mən Dubaydayam, oradayam, burada deyil ama. Dubaydayam. Ha, sonra söhbət eləyərik. Signora, la cosa, ma sei turista. Ay, yok, Dubaydayam mən. Yok, Dubaydayam. Gələnə söhbət eləyərik. Mən Dubaydayam, onunla deyiləm, sən deyiləm, saatı basmışam, deyirəm Dubaydayam. Burada danışıq da. Ben turist Dubai. Dubaydayam. Başa düşdündə tələ mən Dubaydasan. Sən gedə bilirsən, İspan gedə bilmir. Açıq şəhər, niyə Dubai? Kim istəyir, kim istəyir gedir. Bas, yorma məni. De görüm bu dərman söhbəti nə söhbətdir? Ay qaqa, indi dərmansız adam yaşayır. Hə? Mənə görsən ki, bir dənə dərmansız ev var. Hansı şkaf atırsan dərmandır. İnan, qarpuza da dərman vururlar ha. Bax, o gün qarpuz almışam. Özü odun qiymətinə. Almışam, kəsirəm. İçi bomboz. Yeyirsən də yoxdur. Qarpuza da dərman vurmayın da adamı. Hə, o günlər mən də almışdım. Deməli, içi qıpqırmızı idi. 1 qram tam yox. Ay, alma. Ən iki qarpuz sonra, qarpuzun sezonudur. Dərmanla yetişən qarpuzu sən nətər olmalı? Hə, hər şey öz sezonunda, öz vaxtında. Və məsəl, gecə belə, sən nə dedim? Dedim, alma qarpuzu, dərmanla budur. Elə şey fikir vermə. Yaxşı. Abbas. Qarpuzumu qoltuğuma verdi. Hə, mama. Nə şəkil? Ayna, gedisən, ağ bilsək kim bu söhbətə giriş, özün höll elə. Yox, gördüm mənlikdir, onda polisi şikayət ərizəsini mən yazaram, problem yoxdur. Sataşa, hazıram, satıldı. Açından öyle. Min bərəkət halal nimətin sosiska kalbasalarından. Buna görə niməti var. Hə, aparım sən. Nuş olsun, nuş olsun. Sağ ol Abbas, gəl sənə ötürəyim. Polunu yemişəm, sağ ol, sağ ol. Nətər yeyiblər, sonra da elə evdə qalmışsan ax. Min bərəkət Alat Nemətin qarpızı saskalarını yeyirsən. Ha. Evet, dedim də. Qatil metalı yapışdırmaqdır, elə qarpız özdə gəldi, deyərəm deqansını aparar. Mətləb eşitsən, geçsən ambara, oradan Orxan müəllim üçün 15 dənə bir, 20 dənə bir fiber keramika yapışdırırsın, doldurursan maşınla, özü maşınla, bizim maşınla. Aparsan Orxan müəllim gilə. Mən də bu Neçə il yanında işləyir, xəbəri yox. Fiber keramika yapışdırıcısı, hazırlanması və istifadəsi çox rahatdır. Hündürlükdən süzülmür. Aparırsan 15 dənə. Məbədvəsimin başqa Fiber hidroizolyasiya xüsusiyyətinə malikdir. Kəskin temperatur dəyişikliklərinə, titrəməyə qarşı davamlıdır. Antibakteriyaldır. Bir də fiber yapışdırsa qopmur. Aparırsan 15 dənə. Bir də 20 dənə. Bəs
bundan başqa harda istifadə olunur? Yəni nə üçün də tez görün mənə bilin. Fiber, keramika, qranit, mərmər və başqa üzlük materialların hovuzlarda, hamam və başqa nəmli yerlərdə istifadəsi üçün hazırlanmış qarışıqdır. Bir dəqiqə dayanın. Fiber onsuz da tərifə layiq materialdır. Mən niyə bunu sənə tərif etməyim? İmkan ver işimizi görək də. Sən get mən dediyimi elə. 15 dənə bir də 20 dənə. Fiber soy. Min bərəkət halal nemət, Azbentanit quru inşaat materialları, Enbavud Mebel şirkəti və Smart ayaqqabı təmizləyicilərinin sponsorluğu ilə X bacanaqlar reklamlardan sonra davam edəcək. Qismət! Gəlmişik qonaqlığa! Evdə hazır yemək var. Nemət, Azbentanit quru inşaat materialları, Enbavud Mebel şirkəti və Smart ayaqqabı təmizləyicilərinin sponsorluğu ilə X bacanaqlar reklamlardan sonra davam edir. Ay mama! Deyəcəm. Zərdüşah xala gələndə sən ona nə deyəsən? Nə deyəşəm, nə deyək, denə nələr deməyəcəksən. Mən sözlərimi bax belə muncuq ki düppədüz düzmüşəm. Ona deyəşəm ki, bacı sənin qızın mənim evimdə at oynatmağa gəlib. Əgər o at oynatmağa gəlibdirsə bu evə, bura sirk deyil. Götür qızını da get mənim evimdən. Bax mən deyə. Git o mətişdir, mütüşdür, motuşdur, nədir? Ona deyilən ki, göz alçanan gəlib, get qapını aç. Yeri, az yeri də, hə? Mətiş, motuş, potuş, totuş. Mamam deyir ki, onun gözəl çanası gəlib, gəl qapını aç. Səsinizi biraz aşağı eləyin. Evə özünə hörmət eləyən adam gəlir. Bax, onda o özünə hörmət eləyən adama deyilən ki, onun qızı Şıxəli kimi kişiyə niyə hörmətsizlik eləyir? De də, hə? Nə olub az? Nə olub az? Mənə zəh vuranda elə bildim sənə nəsə olub. Qaraya, aylığımı, çantama da qoyub gəlmişəm. Nə olub az? Qutarmadım söhbət. Az, bunun üstündə, qırğın bunun üstündədir. Allah! Bax, maley versən belə o qara yaylığını mənə az. Bax gördənə, bax da o kişinin şəklini oradan çıxartmışsan. Gör ora nə tərlüt qalıb. Bu şəkli kim azladı orada? Talib müəllim, salam. Salam oğlum. Talib müəllim, bir şad xəbərim var sizə, bir də bəd xəbərim. Gəl görüm oğlum, bəli. Sən belə, şad xəbərdən başla, bəlkə bəd xəbərə sağ qalmadın. Şadlıqdan başlayırıq. Şad xəbər odur ki, Talib müəllim, Şıxəlinin avangard şəkli hazırdır. Da-da-da-dan! Necədir? Bu Şıxəldir. Xalam seçib, Şıxəlidir. Sənin xalan, gözəl xalan. Bu Mona Lisa deyə, Şıxəldən bığı zad olub, şəxsiyyətli onun, nə soruları yer çıxmıyor, şəxsiyyətli adam olub, normal bığlı-mığlı şəkil çək, İkinci bəd xəbəri nədir? İkinci bəd xəbər dalımca gəlirdi. Gəlir, Ceyran xala gəlir. O bəd deyil, bəd xəbərdir. Mən bir tane yoxam, Dubaydayam. Yaxşı. Dedim Şıxəli var, bax bu. Bu elə belə kişi olmuyor, kətdə. Yeganə kişi olubdur, belə dur. Uças! Qoymaram. Nəyə qoymazsan, ha? Şıxəlini laf aftarçət elədin, kəndin aftarçəti idi. Aftarçətidən, ha? 41-45-də, 4 il ilim limitdə, onu tapa bilmədilər. Müharibə qutarandan sonra çıxdı üzə. Orduxanın şəkiləsi. Orduxanın şəkili asılmayacaq. Nə Orduxanı mənim gözümə soxursanız, Orduxan deyəndə Orduxan kim olubdur? Kətdə öləndə üstündə bir dənə kişi tapılmadı ki, onu çiyninə alıb aparsın qəbirstanlığa. Axırda naləşdikdə o kəndin
arvadlarım. Yığdınız başınıza. Yalvardınız ki bu kişinin meydini kurban olum size. Çiğninizi aparın qəbirstanlığa çatdırın. Az o da az belə Gel Allah. Yüzün kesinsin. Maalesef. Az. Bizim arvatlar kişi kimidir? Arvat seveniydi ki arvatların çiğninde getdi o da. Vay. Orduxanın MDB-də bir sənə hörməti var idi. Dedim Orduxanın şəkli. Bəlkə avtoritet aliment puluna görə məni görəndə qaçıb gizlənən müdürün hanı? Ceylan xanım, Talih elə oğlandı ki, ömrü boyu yəni pula görə öz qürurunu tapdaq altına atmaz. Kimdənsə aliment puluna görə istənməz. Hansı var? Bax bu dəqiqə hal-hazırda Hamayl oturub şuba mağazasında hönkür ağlayır ki, nənə, bu şubanı özünə almasan, bu mağazadan çıxan deyiləm. Hardadır? Şöyle tərsliyə baxı. Ceylan xanım, bax yenə də deyirəm, müdüründür deyə tərəfini saxlamıram. Amma özün də gözəl bilirsən o xasiyyətini. Bir pula görə tülkü kimi hardasa gizlənməz. Üzr istəyirəm ifadəmə görə Talih Dubayda. O Dubaya gedib gələn gözəlçiyə deyərsən ki, o məndən yaxa qutaran deyil. Hara gedir getsin, harda olur olsun, istəyir belə Dubayda olsun. Tapacam onu. Getdi. Talih. Özər aldı. Nə tər belə təriflədim səni, necə tərəfi sağladın? Yaxşı danışdın. Sən sonra o Dubay sözündən əvvəl ifadəni gör, niyə üzr istəyirsən? Hala şəhər Talih. Sən belə. Xanım, sizdə hesab 7 manat edir. 7 manat. Şimdi... Pulu sən versən? Sağ ol ha. Kim pul verdi, düşdü. Zamanı nətər dəyişdi, bizdən belə. Natasha! Necə quluntumu tut da mən. Yaman soyuq dəydi, belə dəli qılmışdı. Ay, səni doğan anıya qızı kəsəm. Biraz yuxarı. Ay, biraz. Qardaş, çolpa nə oldu? Bişmədi. Hələ pişirirəm. Partlamasan. Abbas, ne işiniz ha burada gün ortasında? Nə qədər? Soyuq dəyib qılıncumu tutur da, nə olacaq? İş yoldaşımda. Nə arıq ki? Nədir? Gəsən tut. Soyuq dəyib ki, belə yerdə saxlayacaq da. Gəl qılıncumu tut. Təkin, Natasha. Tut qılıncumu, hə tut. Bura bu tərəfə. Ha, ne bir problem var ki? O yer var, onu tut. Yeri var, onu Ha, tut. burada. Yeri var, onu tut. Ya bak. Bu tərəfə mi? Buradır. Biraz aşağı bırak. Buradır. Biraz aşağı. Bu da biraz aşağı. Ben söz deyirəm axı bir dənə qılınca tut da. Haya. Bir qram arvatlığın yoxdur ya. Biraz da bunu belə bir tut, eyəm sağdı. Biraz aşağı. Buradır. Hadi gel Natasha, gel. Gel Natasha, gel sen. Gel. Gel sen tut kömleden tut. Səni doğan anıya quzu kəsi var. Ben de oradan tutmuştum da. Burada nəsə var. Ay anam gel. Aynı dur deyirəm sən. Gəlin Ceyran xaladır. Sən uşaq, tez gəl özümüzə biraz əl gəzdirək. Ceyran deməsin ki, təzə qudalar bir-birlərini qırırlar. Tırışqan aləmdir. Gör nə tərəfsən. Azı bomba. Çox kanarında, yaxşıdır. Açır. Aç. Zərnişan,
Mən 100 ilə qala razı olmaram ki, orduqan kimi kişi dura. Sən bu şıxəlidir, mıxəlidir, nədir onun şəklini aparmasın sən. Sən danışırsan. Orduxan ürək eləyib şıxəliyə əl vermirdi ki, mən ona layiq kişi deyiləm. İndi deyirsən ki, o kişinin şəkili qalsın burada. Orduxanın şəkli sallansın oradan. Yox. Necəsən? Allah. Deyəsən yenə məhdəli qalmışsın. Müəyyən eləyə bilmirsiniz ki, o evin kişisi kimdir? Yox, niyə məhdəli qalırıq ki? Siz Xəli babanın şəklini apar. Yaxşı, bu tərəfə durasın. Aha, 3-12. Özüm gətirəcəm, indi maşına gücünü gətirəcəm. Oldu, çox sağ ol. Salam, ay mətləb. Salam, ay Sevda. Mənim toppuşum hardadır? Toppuşum kimdir? Məhəbbətimi deyirəm də. Heç Sevda, bir ağlar edirəm. Məhəbbət internetdə bir qızla tanış oldu. Nömrələşli elədilər. Duxu, ətir zad vurdu, getdi görüşə. Yazıq deyirəm, yəqin işlə əlaqədar olaraq giydim. Nə qarsan? Nə yaxşı gəldin Sevda? Salamatçılıqdır. Mamam dedi ki, apar Xəli babanın bir şəklini bir yaxşı yerə qoy. Mən də elə fikir edim. Yaxşı, qoy gəlsin, elə məhəbbət gəlsin, bir şey fikirləşək. Qoyun bu bura. Qoy Sevda. Sağ ol. Sağ ol. Ay gəlin. Bala oradan bir stəkan mənə çay gətir. Qoy görsünlər ki, gəlin qaynanıya nə tər hörmət eləyir. Ceylan, nə əcəb bu qapıya gəlmişsən? Açsan, eləmi? Oradan çayın böyrünə çörək də qoy, yesin, savabdır. O vaxtlar biriniz il boyu Qurban Bayramını görüm kim bizə biraz ət gətirəcək. Biriniz də Ramazan ayını gözləyirdiniz ki, fitrə pulu yığıb ondan dolanasınız. Deyəsən o günləriniz yadınızdan çıxıb ha. Yalançının üzü kəsin. Sizə baxanda gözüm ağrıyır mənim. Gəlmişəm nəvələrinizin aliment pulunu almağa. Bəsdir. Sən əziyyət çəkmə. Bunu mən verərəm. Nə danışırsan ay Zərnişan? Heç mən qoyaram, sən pul verəsən. Sən baxdı. Məndə də əzizi mən özüm verəcəm. Yaratmadda bu uşaqla. Hansı var sənin? Xalanın, əziz xalanın. Dəsən onlar bir-birini başa düşürdülər. Ay, Ceylan nə gəzirə burada? Ay, baba! Mənəm. Oradayım. Sən nə bilirsən evə gəlin ki, mən ora girirəm. Nə bilim, mən Xəlinin şəkli hazırdır. Tez ol, xalın vaxt deyil, tez göstər. Gözünüzü yumursunuz. O nə? Bığsız şıxəlidir. Bığlı da ki, kadın sifətli şıxalı olur, bu nə də? Xalamla məsləhətləşdim. O dedi ki, bax elə şıxəli də bu sifətli adam idi. Bığ qoy düzələcək yəni. Sənin xalan, gözəl xalan. Ged o şəkili dəyişdir, şıxalı şəkli ol. Bir şey görü deyirəm, Ağlayıram, bax, ay tanıyam əlim. Abbascık, можно sən gedək ayaqqabı al? Ayaqqabıya pul vermirəm ki. Smart olan yerdə heç ayaqqabıya pul verirlər. Bunu qəşək. Görsən, smart kremlər. Sən mənim nə vaxt görürsən ki, mən bir dənə ki, ayaqqabı almışam. Görürsən, çox yox. Bir baradır. Kremlə istifadə edirsən. Ayaqqabını belə kremliysən. Həm qəşək parıldadır. Həm dərini qoruyur, çatlatmır. Həm də üzərində su saxlamır da. İndi bu dəqiqə yağışlı vaxtdır. Gördün? Köhnə ayaqqabı təzə kimi görsənir. İndi çəkdir. Abbascık, deməli dünən sənin mənə hədiyyə elədiyin ayaqqabı təzə deyil, hə?
Tamam, mən getdim. Hələ. Min bərəkət halal nemət, Azbentanit quru inşaat materialları, Embavud mebel şirkəti və Smart qabı təmizləyicilərinin sponsorluğu ilə X bacanaqlar reklamlardan sonra davam edəcək. Azbentanit quru inşaat materialları, Embavud mebel şirkəti və Smart ayaqqabı təmizləyicilərinin sponsorluğu ilə X bacanaqlar reklamlardan sonra davam edir. Abi, Asotun məhəbbətlə eləyəcək hesabatı. Məhəbbət nədir ha? 5 dəqiqə bunu salmısan aşağı deyəsən. Məhəbbət müəllim. Məhəbbət müəllim, yaxşı, oldu, çox sağ ol. Onsuz da keyfim yoxdur, sən də bir tərəfdən. Məhəbbət. Müəllim, bu ayaqları Facebook'da danışdı, ne qızla? Nətər oldu, getdin. Qəşək qız idi. Getdim. Dil tapa bildin ondan. Getdim, bu boyda küləkdə mən onu gözləmişim, donmuşam, stildəmişəm. Yaxşı ki, pencəyə də götürdüm. Gəlmədi ki. 10 manata kontur göndərdim, 10 manata konturlu bir göndərdim. Gəlmədi. Bəlkə sən elə o yolladığın kontur gedib ona çatmayıb. Sən elə fikirləşsən? Ay da birini də yolla. Mənim üçün problem... Bəlkə bu konturdan sonra o dilə gəldi, mən 100% bilirəm. Qəpik var səndə? Yox, qəpik, silməyə görə deyirsən. Sən ver, mən özün... yolla. Mən onu göndərəcəm, amma qəşək... Hoşuma gəldi, söhbəti Face'də baxdım, qəşək danışırdı. Yox, bu dəfə bu konturdan sonra dilə gələcək, mən o əminəm, görərsən. Yaxşı söhbət verir, dedi gəl, ünvanı dedi. Getdim, amma gəlmə. Da 10 manatlıq kontur bir. Görək də, görək indi şey eləyir, yoxsa yox. Mətlab, şıxalın şəkili burada nə gəzir? Bu, Sevdə gəlmişdi, o gətirdim. Nə gətirdi ki? Bir yer az, o da yer tapmayıb. Qaynanam kimdir? Sənin qaynanam, mənim qaynanam yox. Qaynanam. Mən onlarla tutarmışam. Onlarla mənim söhbətim nöqtəsi qoyulubdur. İndi o da Sevdə gətirdi, qoydu bura ki. Gətirdi, qoydu. Yaxşı qalsın da indi. Yaxşıdır öyle məhəbbət. Bəlkə bu kişinin üzünə bitkə çörək qazandın sən. Bir dəqiqə deyəm, mən bilirəm. Deyəsən barışmısınız. Orduxan şəkil vurmuş, açıq deyirəm, evimizə verir. Talih. Zəmşə xala. Başına dönüm. Ceyran getdi. Getdi ki, gəldim də. Hayanı, sən də Zəmşə xalan yanında elə suallar verirsən. Ya belə eləyək də, ged ay köməklə, ataq sibilliyə. Oynayırdınız bəxtən. Talih, Aç. sən hara gedirsən? Orduxan ki, hara gedir? Xal nətərsiz, işləyəm adam, amma hələ çıxın. Bas, nə varsın? Narı ya kaka, xəstələnmişəm, qulluq edir, narı ki. Sıpı çizdirir, cəsəni çizdi. Çəkin Natasha, gəlib çizdi də sən. Cəsəni çizdi, xəstə adamı belə yerdə saxlayırsan, sağ ol. Qızdırma. Mən çizdirəm, problem yoxdur. Mən çizdirəm. Sənə fərqi yoxsa mən çizdirəm. Çizdi. Sağ ol. Ay qismət, bunu istəyirsən, haraya çizdirirsən bana? Həbər bunu soyudu ver də. Ya soyudarım. Öldürərsiniz məni. Heç mən oldum da mən bunlardan qız alınca da. Üfürmə, soyut. Üfürün, soyut. Bax, görəsək. Başdan xoşuna gəldi. Hadi ver də dalmadan ver də, nə xoşuna gəl. Mən nə soydursan sən, ver də. Çəkil, Natasha, gəsən qulluq elə. Çəkilə. Bir dəqiqə dayan. Belə gəl də saxlayırsın da. Lazım deyil. Bax, görürəm ağrıysan. Zəhmət çək, dur, get evinə.
Bazım sonra da sənə qulluq eləsin. Dur. Yaxşıyam, indi yaxşıyam. Yaxşıyam, sağ olsun Natasha. Pilimenini verin, substat verir özümə. İnan ki, mən sana söz deyim. Natasha olan yerdə Sonya'ya ehtiyac yoxdur, mən sana qardaşlarına deyirəm. Natasha, bir dənə biz gedək əti doğrayaq. Yox, mən bunu gözümlə gördüyünü sübut eləyəmirəm. Bunu ancaq faktla sübut eləyə bilərəm. Fakt lazımdır mənə, fakt. İşğalinin şəkili biraz da məndə qalsın. Ay mama, deyəsən gələn işğali babam, niyə qapını açın? Sən nə danışırsan? Belə dur görüm az. Deyəsən kişinin ilim verməmişəm deyin, özü durub gəlibdi. Sağ qurban olum, ay məhəbbət, başına dönüm, ay. Gəlmişsən, qadan qalım. Yox, gəlməmişəm, hələ oradayım. Görürsən, məhəbbət neçəmişdi, Şıxəlinin şəklini çiynində gəzdirir. Qoymur ki, üstünə bircə damcıda toz qonsun. Kulağım cingildədir. Niyə qadan qalım? Bunu kim gətirib mənim iş yerimə qoyubdur? Gəlib mənim olan qalan ruzamı da qaçırdacaqsınız. Ay, zarafatlıqla qalmırsan, sənin başına dönüb. Dost var, düşman var, apar qoy, həyətdə zibil yeşik, başına dönüb. Aparırsan gənə gəzdimə, 5-6 gündə çiynində gəzdim. Sizin nazınızla oynayam. Xoş getdiniz, gözlük istəməz. Axırıncı müştəri getdi. Abbas, mən sənə heç nə sübut eləmirdim. İndi faktla sübut eləyəcəm bu dəqiqə. Stop. Faktlar var əlimdə, görün buna nə deyərsən. İnan, Natasha, sən mənə sağ olub, qulluq elədin. Amma ki, Sonanın yerin verənməzsən. Sona elə bir qadındır ki, yəni əvəz olunmaz da. 100 qadın ola, mən Sona kimi qadını edilsin, heç kim ola bilməz. Yəni, adamı elə ovxalayır, elə sağaldır, elə bil ki, xəstələnməmsən sən. Yəni, Sona elədir. Mən sən kimi adamdan küpələnirəmişəm. Sən məndən də təmiz adamsan. Yəni biz səndən iş yoldaşıq, bilirsən də, amma o mənim nəyimdir mənim? Qadınımdır o, qadınım. Aynam benim, aşkım. Gərək üzr istəyəm Allah. Abbas, bunu yuyun. Sən ne yuyursun, apar vereyim arvat yuyursun lan. Neden seni Moskvadan bırak kart çekip yatmış işi palda uyuyorsan burada? Медвежонок, как ты думаешь, Гисмет inanar o videoya? Da inanar nedir? İsmet bu dakika hönkür ağlı tüylerde biz. Ben bilmem lan. İsmet'in bir tane bacısı hakkında bir tane şiir yazayım ki onun netər kövrəllər ya. Ah ты. Ama İsmet davarı billah. O qabağla boşalt geldi. Bu ne qozlarım sana. Şöyle derim, sen o spalniye perde vurmuşsan. Vurmuşam Abbascığım, vurmuşam. İsmet, ne oldu ben niye ağlırsan? Yine Abbas vurur. Ne o vurur Telefonda bir video baxdım, məni yaman kövrətdi. Ağlamaq vaxt deyil qismət. İşte. Bu Zəmşən xala mətanətlə götürüblər bu
Orduxan dayının şəklini vurubdular bizim divarımızdan, evimizdən. Heç bir pretenziyam yoxdur, yaxşı elifdilər, evə yaraşıq verir. Elədir. Əvəzində Şıxəl babam şəklini götürdülər, küçüdən zivillinin böyrünə atırdılar. Buna da heç bir pretenziyam yoxdur. Oradısı oradır. Anam cırnıyır, anam biraz cırnıyır. Ona görə. Bezdirdiniz məni, bezdirdiniz. Bir bacanağın Abbas'a bax da ondan bir örnek götürün də. Sana bir video göstərərəm Abbas'ın. Hönkür ağlayarsan. Taley, bir sən nə var? Bacımı vermişəm sizə. Hadi gedin dolanın da, sizən döy, istəyirsən söy. Ne edirsiniz erin, gedin. Əl çəkin məndən. Görmüyün məni. Biraz sıxım. Bu da qardaş xeyir duası. İndi mən bilirəm, neyin yeram. Mətanət! Sən mən babamın şəkilini atıqsan. Sən get. Öz bildiğini elə dama saldırıram mən. Bax, indi də belə deyirsən qismət. Gah belə deyirsən, gah deyirsən tutturacam, tutturasın adam salsan. Kömək elə, bir kömək elə da. Ərzən yazmayayım, yaxşı. Əlitidir. Gedək. Mən olmasam heç nə eləyəmirsiniz. Get uşaqam. Silah gücünə övladları əlindən alınan ana. Benim kızım anne kurtar değil beni. Kimin günahı? Benim günahımdır. Arzu hansı sirləri açdı? Ruhi dispanserdə başlayan sevgi hekayəsi. O mənim dəli olmadığıma inanan yeganə insan idi. Və bu sevgidən doğulan körpə. Ağciyər xərçəngindən öldü. 24 illik ayrılıq. Qarabağa oğlum gidib Muruqdağda yoxa çıxıb. Ana niyə oğlundan imtina etdi? Nə baş verir? Belə adamları güllələsək yaxşıdır. Sən axtarıram kimin üçün Əfqanistana getdi? Bu sarayı mühafizə edən əskərlər nələr bilir? Rusiyada meşədə tapılan qadın kimin yaxınıdır? Allaha yalvarıram ailəmi xatırlayım. Birazdan Sən axtarıramda. Verilişin baş sponsoru Medera. Sponsorlar Unibank, Serena Motors, Qızılquyu, Nutrigen, Belçika, Mikolak, Ruski Vkus və Karolina Valyan. Eşq olsun, eşq olsun. Nəzərdir? Əladır, əla. Belə ideya yoxdur. Şıxəl babam aşağıda, Orduxan yuxarıda. Möhkəmdir özdə. Vətənət! Ay baba, gəlin. Çağız gəlsin. Abi yer oradır. Boy, bu nə də? Şıxəlinin şəklini aşağı vurmuşsan, Orduxanın şəklini yuxarı. Bildin də, bildin. Ay ana, ailəyik də indi. Şıxəli babam da özünə görə hörmətli kişi olubdu. Orduxan baba da özünə görə lap hörmətli kişi olubdu. İndi bir gün Şıxəli babam aşağıda olacaq, Orduxan yuxarıda. Bir gün Orduxan aşağıda olacaq, bir gün, bircə gün. Sonra Şıxəli babam da yuxarıda olacaq. Talib. Ha. İndi mənim babamın şəkli bir gün aşağıda olacaq, bir gün yuxarıda. Ay kız, yox, sənin babanın şəkli həmişə yuxarıda olacaq. Mənim babam şəkli aşağıda olacaq. Özdə qismət o yapışdırıb drellə, kleylə ki, o şəkli oradan çıxartmaq üçün şıxəli gərək 2 cır atsandır. Mən sən bir kəlmə ilə bığımı qırmışam, sən nə deyirsən? Yatdım mən, yatdı. Bildim, belə düşür. O nə də? Ha, burada nə gəlsin? Sən burada neyinirsən? Talib, mən Şıxəlinin şəklini gətirmişdim. Gözünüzü yumursunuz? Talib, mən həm avangarddır, həm də Şıxəli. Onda bunun bir keyfiyyətini yoxlayaq da. Talib, mən başıma vuracaq sizdə yəqin, ha? Ha, baş da yaxşı deyir. Gözün kəsilsin. Maliyəcəm. Az. Qurban olaram sənə. Az bu söz söhbət qutarmadı. Bunun üstündədir bu qırğın. Allah. Ay, baba. Ay, Talib, mənəm. Neyəsən ya? Ay, 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 ay. Ay, baba. Ay, ay, ay.
Ay baba. Ay gel. Ay baba. Sen İspanya işi vurmuşsan, perde vurmuşsan. Vurmuşam. Abbascığım, vurmuşam. Ya bence böyle oynamayayım mı lan? Başka tür oynayayım değil mi? Böyle oynayayım da. Abbascığım, vurdum. Kutu da bakma lan. Sonra. Tut. Sonra. Tut da gelmem ha. Biraz aşağı düş. Biraz aşağı düş. Stis da harısın sen. Hans var. Gözden oraya. Ay Hans var. Hans var. Hans var. Ay Hans var. Ay Hans var. Ne içiyorum ya? Hans var. Sal mevcunu orada. Ne işte görmüş sana, sen mevcunu Mala Praga. Bir gəlişinizlə yaddaşınızdan heç